Dediyin kimi, bundan sonrasını açıq təxmin eləmək çətindir. İndi mən həmişə deyirəm, bizim işimiz proqnoz vermək deyil, diaqnoz qoymaqdır. Amma mən hər halda Bakıda Ajaxla oyundan yaxşı nəticə gözləyirəm. Bəlkə səfərdə Frankfurta dirəşmək olar. Bilmirəm, bəlkə Bilbao səfərində. Amma bax, indi deyirlər, Atletik Bilbao 2 oyun uduzub. Hər iki oyunda o qədər də zəif görünməyib. İstəyir Arsenal'la evdəki maçında mən baxmışam, oynayırdılar. Yəni ən azından Arsenal'la başa-baş futbol sərgiləməyə çalışırdılar. İndi Borussia Dortmund uduzublar. Yəni belə biraz biz o qədər öz imkanlarımızı artıq belə gözümüzdə böyük görməyə başlamışıq ki, belə düşünürük ki, çox şey eləmək olar. Amma biraz reallıqla da açıq hesablaşmaq lazımdır. İndiki reallıq nədir? 2 oyundan sonra Çempionlar Liqasında 6 komanda 6 xal toplayıb və onların sırasında Qarabağ var. Digər 5 komanda baxırsan ki, top klublardır. Bavariya, Arsenal, PSG, Inter, Real. Yəni milyarda yaxın büdcəsi, milyardı keçən büdcəsi olan klublar var.